Hal-hazırda Vilniusda, Litvadayam, gedirəm İngiltərəyə. Növbəti videolara baxın, çox maraqlı hadisələr baş verəcək. Burada Litvanın elə bir ki, şaltı barşey, pink sup deyirlər. O supunun festivalı olacaq. Vilniusda hər yerdə suplar verəcəklər. Onun şərəfinə hər yeri pink eləyiblər beləncəyinə. Bu da çanta, sonra beetroot, bu çuğundur, xiyar, bir də ki, yumurta. Çatdıq İngiltərə aeroportuna. Gedirik indi pasport kontrola. Görək başımıza nələr gəlir. Çox yorğunam. 1-2 saata yaxın təyyarəmiz gecikdi və aeroportda təsəvvürün işçi yox idi ki, o pləkanları samolyota şeyləsin, connection eləsin ki, bizə düşək. Ona görə 2 saat bir gecikdik, 1 saat yarımda gözləyirdik ki, pləkanlar gəlsin, samolyota birləşsin. Pasport kontroldan da keçdi, heç bir problemsiz. Gedirik artıq Londonu kəşf etməyə. Hamı dostlar, baxın yerdə yatır, bütün aeroport. Bizdə Azərbaycanda belə şey görsələr deyərlər ki, evsiz, eşiksizsən. Amma hamı yatır. Marağımı çəkən hadisələrdən biri də buydu dostlar. Xristianlar, Yahudilər və müsəlmanlar eyni otaqda dua eləyə bilirlər. Məcbur qaldım, aeroportda yatdım. Səbəb ondan ibarət idi ki, avtobus işləmirdi və taksi 93 pound aparırdı. Yəni 100 euro kimi də. Və mən də o pul verməməkdən ötürü, yəni otelim onsa ucuz idi. Dedim oteli qaçırım və aeroportda yatmışam. London aeroportunda. Mən aeroportdan düşəndə saat gecə 2 idi. Qız belə yatırdı. Necə ola bilər ki, bir insan 4-5 saat eyni pozisiyada yata bilər? Maraqlıdır. Mütləq səyahətə çıxanda ayaqlarınıza diqqət eləməlisiniz. Çünki eyni corabla, eyni ayaqqabı ilə kilometrlər qət eləyəcəksiniz. Ona görə də namaz otağı tapdım və gəldim, ayağımı yudum və corablarımı dəyişdim. Səyahətə hazırıq. Gözlərimin altı şişib. Yoxsuzluqdan çıxıram indi şəhəri gəzməyə. Maraqlı olan hadisələrdən biri də maşınların rollarının sağda olmasıdır. Məsələn, bu Badımcan taksidir, Bakıda olanlardan. Markası amma başqadır bunun. Rollara baxın dostlar, rolları sağdadır. Mən çox çaşaram ilk günlərdə bu maşını sürməyə, amma adam hər şeyə öyrəşir. Baxın, bunu deyim. Maşınların soldan getməsi və qabaqdan gələnlər sağdan motiv gəlir. Çox qəribədir. Bizim Avropada öyrəşdiyimiz 2 mərtəbəli turist avtobusları burada normal avtobuslardır. Gördüyünüz kimi biri də oradan gəlir. Maraqlıdır. Uşaqlıq arzularımdan biri də bunu gerçək həyatda görmək idi. Bu da ki gördüm. Telefon köşkləri, o bəlfəllər. İndi desən istifadə olunmur çünki içində zibil var. Valla bu nədir? Mundarçılıq ya. Bu da London. Valla bu nədir? Bangladeş oxşayır. Nə günə qoyublar Allah buranı. Həqiqətən də Bangladeşlərdir deyəsən. Sidhu, sushi sashimi. Hələ ki gəzirəm, bir dənə şey yoxdur. İngilis dilində belə restoranlar yoxdur. Al-Quba, Islamic Gift Shop, nə bilim, Al-Furqan, sonra Afrika, Adiko, heç biri bunlar şey deyil. Yəni ingilislərin belə mətbəxinə aid olan şeylər deyil. Bu nədir? Hindistanlıların deyəlim ki, bu da. Hal-hazırda dostlar Londondayam və mərkəzi küçədə gedirəm. Liverpool Street ilərdədir və arxamda Stanford küçəsi olmalıdır. Bir şey diqqət eləmək lazımdır ki, yol boyu pulsuz Wi-Fi'lar var.
Amma qəti olaraq heç birindən istifadə eləməyin. Əgər bank hesablarınızın, şifrələrinizin getməyi istəmirsinizsə, məsləhət görmürəm. Ona görə də roaming eləyib, yəni Avropada yaşayırsınızsa, yəni 5 euroya 4 GB ala bilirsiniz. Azərbaycandan da gələndə olan qalan pulunuzun da getməməyinə görə pulsuz Wi-Fi-lara qoşulmayın. Ciyəri dağılmış labubu var burada. Pətənəyin dağıdıblar yazığı. Adamı çaşdıracaq şeylərdən biri də maşınların soldan getməkdir. Hələ də konfüz oluram. Bir də çox bahalı maşınlar var burada açığı. Hara baxsaz 2020 üstü maşın modelləridir. Təbii ki, iş maşınları belə tiplilər. Köhnə fasıl ola bilər, amma yenə də köhnə deyil. Bu da polis. Yox, ambulans. Belə ambulans ilk dəfə görürəm. Bu da Leman Street. Leman, burada da adıva məhlə qoyublar, ona bax. Qabaqda Liverpool küçəsidir. Sağda London Tower'dır. Burada da ki sənin adında olan küçə. Wow. Belənçiyinə, rənglərə baxın. Ən son model. Yanında da zibillər. Biri də kokteyl içib qoyub yuxarıya ora. O yəqin ki zibildir. Yəqin gətirib kimsə qoyub bura. Ya da depozitlərdir. Nə bilim, bax. Hamısı şeylərdir. Putulkalar. İtfada olsaydı birin 10 sentdən vermişdim, milyoner olmuşdu. Bəzi müəssisələrin girişində belənçində çəpərər şeylər var. Deyir, duxun çatırsa buradan keç də. Hamısı tərpənir. Sən bura ayaqı necə qoyasan, ora necə keçəsən, özə fikir ver. Elə qoyublar ki, bax buradadır. Buradan ora keçmək mümkünsüz dərəcədə bir şeydir. Əlvi buradan tutub keçə bilərsən hardasa, amma yıxılsın cırıq-cırıq olacaqsan. Öyle çox itir kənarları, uydu. Allah uzaq eləsin. Bunu da görəcəkdik. Burada oğruq eləmək də çətindir, qardaş. Əgər fikirləşirsiniz ki, gələrəm Britaniyada, Londonda ev alaram, qiymətlər 1 milyondan başlayır sadəcə 2 otaqlılara. Amma şəhərin kənarına çıxdıqca 500 min, hətta 200 min euroya var. Amma yəni Londondan çox kənarda olacaqsınız, commute-vüz daha uzun olacaq. Commute də şeydir, yəni işə gedib gəlmə yolu məsafəsi daha uzun olacaq və vaxtınız, ömrümüz yolda gedəcək. Ona görə də yəni ya mərkəzdən alacaqsan, ya da ki evə yaxın bir yerdə iş tapacaqsan. Ona görə də ya da onlayn işləyəcəksən. Yəni qiymətlər 1 milyondan başlayır. Londonun mərkəzində hal-hazırda Liverpool Street'dəyəm. Burada hətta 2 milyona qədər də 2 otaqlı evlərin qiyməti başlayır. 1 otaqlı studiyo evlər 500 min, 600 min civarındadır. Amma yenə də kənara gedin. Məsələn, mərkəzdə yəqin ki milyon üzərindədir. Bəs Londonda maaşlar necədir? Minimum əmək haqqı, yəni bir də ki ofisiant işləyirsən restoranda 2100 ilə 2500 pound arasındadır. Bu bəxşişi bura saymıram. Amma restoranlarda belə bir xidmət var ki, avtomatik olaraq xidmət haqqı çekə əlavə olunur. Bu da 12.5%-dir. Yəni 12.5, 12-13% arasında dəyişir, belə deyim. Və dövlət qanununa görə bu pul sadəcə və sadəcə işçilər arasında bölünməlidir. Ona görə də maaşımız 3000-dən 3500 pound arasında gəlir. Bu da 7000, 8000 manat arasında puldur aylıq. Bu arxada gördüyünüz London qalasıdır. Çox qanlı tarixə malikdir. 1066-cı ildə tikilib və 1000 əsrə təxmini olaraq belə də dayanan bir tarixi yaddaşı var. Çox qanlı qaladır. Bu qalada çoxlu ölümlər, edamlar, baxın. O çayın qırağında hətta əvvəlki edam insanları asılma yerləri falan var. Belə deyim də bu qala əvvəllər Londonun əsas müdafiə mərkəzi olub. Əskərlər burada idi, krallar, şahlar burada idi və belə deyim də ən böyük müdafiə mərkəzi bura olub və bu tarixi abidəni sizə göstərmək istədim. London Tower. Hazırda səhər 7-dir və mən Londonu gəzirəm. Səhər də Londonu gəzməyin xüsusiyyətlərindən biri də, baxın, şəkil çəkdirmək üçün bu tərəflərdə çoxlu yerlər var, amma normalda bura qarğa bazarı olur.
bir şey də maraqlıdır ki, bunlar demirlər ki, can you take my photo? Bunlar belə deyirlər. Can you take my lovely photo? Belə maraqlı bir aksentləri var. İndi biz də burada şəkil çəkdirib yolumuza davam edək. Dostlar, bu arxada gördüyünüz London körpüsüdür. Orada hal-hazırda 200-dən çox evlər var və insanlar orada yaşayırlar. Buradan balaca görsənir deyə arxa kameraya keçib davam edirəm. Daha yaxşıdır. Baxın dostlar, o da samolyot gedir arxada. Görün nə qədər balacadır. Bu qəsr özü çox əzəmətlidir. Burada tunel var. Burada 200-dən çox bina var. İnsanlar burada yaşayır, doğulur və ölürlər. Belə deyim, əvvəllər 1200-1600-cü illərdə bildiyiniz yaşayış olub. İndi amma formal olaraq gedir. Orada spike'lar var, yəni nizələr var. O nizələrin başına edam olunmuş insanların başını asırdılar. Külək, hava onları aşındırmasın, tez xarab olub iylənməsin deyə qətrana batırırdılar. Yəni İngiltərənin tarixi çox qanlıdır. Fikir verin, hər yerdə təmir hadisələri, şeylər gedir, yəni construction prosesi gedir. Bu boyda gəmi həyatımda ilk dəfə görürəm, yəni böyüklüyünü izah edə bilmərəm telefonla. Amma çox böyük olduğum Londonu çox bəyəndim. Çox çirklidir, amma çox gözəl şeylər də var bu ölkədə, bu şəhərdə. Bu arada bu gördüyünüz körpü açılır, altından gəmilər keçir. Əvvəllər buradan bütün məhsullar aparırdılar. İndi hal-hazırda bilmirəm, kanal olaraq fəaliyyətini davam elətdirir, yoxsa yox. Amma məncə elətdirməz, çünki çox dayazlaşıb. Amma mümkündür, bilmirəm. Amma gəmilər gedir oradan, hal-hazırda turistik gəmilər keçir. Daha böyük gəmilər keçib əvvəllər bəllidir, çünki o tunel açılırmış. Uber taksi görmüşdüm, kuryer görmüşdüm, amma bot gəmi ilk dəfə gördüm. Həqiqətən də var imiş. Görürsən, helikopterdə zarafat imiş, yoxsa ciddiymiş. Londonda məncə hər şey mümkündür. Buna bax ya. Uber Bolt. Dostlar, hal-hazırda bura London qalasının altıdır və burada gördüyünüz mərkəzi küçədir və görək tualetlər pulsuzdur yoxsa yox. Yoxlayırıq. Və gördüyünüz kimi tualetlər pulsuzdur. Sizə dediyim bax, heykəllər hələ qalır burada. Bu onu simvolik qoyublar bura. Əslində bu skelet orijinal deyil, amma yenə də skelidir. Çox qarışıqlıqdır dostlar, amma bax, İngiltərənin mərkəzi burada. Çox gözəldir, çox qəşəngdir. Bu da bizim əvvəllər zarafat elədiyimiz yubka. Bura 3-cü Çarlığın elə ki qəsri olub və burada tac qoyma mərasimləri eləyirdilər əvvəllər. Bax, orada qeyd olunub 3-cü Gir, 3-cü Karlisin, nə bilim nə idi. Baxın dostlar. Burada 3-cü Karl burada tac qoyma mərasimləri qeyd olunurdu. Kralların, kinglərin, belə deyim də, tacları burada bunlara təhvil verilirdi. Danışa bilmirəm, isti vurub. Today I gave my Jesus, I'm going to offer you the same prayer. It is not the prayer that saves you, it is just... Ağlar, zayetkam qutarmışdı, bəs powerbankla, bu da yolda çatdıyım. Powerbankla telefonumu zayetka qoymuşam və gördüyünüz oradakı telefon yerlərində şəkil çəkdirdi, amma mərkəzə gedib daha gözəl şəkil çəkdirəcək. Hal-hazırda Halgarfer deyilən bir dənə stadiuma gəlmişik. Adını səhv deyə bilərəm, qeyd eləyəcəm buralığa. Və burada əvvəlki adı olmayan, bilinməyən əskərləri bastırırdılar. Və yolda şans əsəri bir dənə qızla tanış oldum. Adı Abidir. Abi Meksikadandır. Hey abi. Və o mənim şəklimi çəkdi, mən onun şəklini çəkdim. O mənə birinci təklif elədi ki, bəs şəklimi çəkə bilərsən və sonra qadın dedi ki, onlar sizin şəklinizi çəkin və beləncə tanış olduq və bütün Londonu bir yerdə gəzirik. London Town'dan London Bridge-ə, o gördüyünüz videolarda səhnə arxasında bu qız da var idi və görəcək yeni 5 dənə yerimiz var. Növbəti videolarda görüşənədək hələlik. Uşaqlar, buranın adı Hyde Park'dır.
Gördüyünüz kimi şeydədir. Bu da Londonun mərkəzində yerləşir. Elə bilsən ki, cənnətdir də, çox qəşəngdir. Və bu kilometrlərlə davam edir. Çox böyük əraziyə malikdir. Bayaqdan bunlar gəzirik, bitmir, bilmir. Bu da bunların şalalası, şəlaləsi. Buranın həmişə arzusundaydıq ki, Oxfordda oxuyaq. Biz Oxford Universiteti 8 kilometr uzaqdadır, amma Oxford Street Londondayıq. Bu da həmin küçədir. Gələndə Londona diqqətli olun. Bu fish and chips verirlər. Amma ikisinin bir yerdə pivə ilə qiyməti 38 pound euro vermişəm, 34 pound idi. Yəni 70 manatdan çox qiyməti var. Ehtiyatlı olun yəni belə şeylərdə. Uşaqlar həmin pubdan çıxdıq və Avi getdi, metroya mindi və gedəndə mənə 2 dənə belə bir maqnit verdi. Və dedi ki, məndən xatirə saxla. Biraz kövrəlmişdi çünki bir 3-4 saatda bir yerdə vaxt keçirsəydə çox maraqlı idi. Çünki sağ olsun, səmimi idi. Mən də onun şəkillərini çəkdim. Belə. Ümid edirəm bir də görüşmək ümidi ilə, yəni sağollaşdıq biz ondan. Davam edirik yola, görək başqa maraqlı nələr var. Uşaqlar burada pulsuz kofe verirlər yoxlamağa. Təzə açılmış çay evi və dadına baxacağıq biz də. Gözü çevirim. Bizim qara çayın dadını verə bilməz, amma çox ədviyyatdır. Əla çay idi. Ömrümdə birinci dəfədir balaca belə şey görürəm, kola görürəm. Bir barmağım boydadır yəni. Mən bundan götürəcəm. Maraqlı gəldi. Tifada 1 euro 9 sentə olan Red Bull'lar burada 2 euro 40 pounddur. Bu da təxmini 3 euro edir. Monsterlar da 2.30. Pepperoni falan baxın. Bu endirimdədir. 2 euro 95 sentə. Bu endirimdə deyil 6 euroya. Yəqin bunun bitmə vaxtına az qalır. Dadı maraqlı, görə necə olacaq. Biraz bizdəki koladan şirnisi azdır. Çünki zero olduğuna görə qazı da azdır. İçmək rahat olur. Adam da belə böb eləmir. İngiltərəyə Azərbaycan vətəndaşı olaraq Azərbaycan pasportu ilə necə gəlmək olar? Onunla bağlı video çəkəcəm. Ona görə də takib atmağı, izləmədə qalmağı unutmayın. Bu videoda like edin ki, daha çox insanın qabağına çıxsın. Az öncə burada parad var idi. Atlarla yarış edirdilər. Və indi gedirəm mən o Londonun gözü deyilən qülləyə. Bizə şeytan çarxı deyirlər və orada bir yerdə şey var, Big Ben var. Gedəcəm, onu göstərəcəm. Torpaqlı, qumlu yerlə də gedirik. Gözəl yerlərdir. Bugün burada gözəl şey vardı, parad vardı. Hərbiçilər bir-birinə təhvil verirlər silahı, öz İngiltərənin silahlı güclərini göstərirdilər. Sonra o məşhur video var, at qızı dişləyir, bax, həmin yerdir. İngiltərədə, kralın evinin önündə. Oğlan gör necə zəhmli durub, əsəbi durub. Gedək ora? Yox. Məsləhət deyil. Həmin video təkrarlanacaq deyəsən burada. Çox yaxındır məqalar. Bu dini qruplaşmalar da əl çəkmir də. Bunlar da İsa'ya elə bir ki, dua eləyirlər, bax dizləri üstündən çöküblər. Bəzi müsəlmanlar bir yerdə, bəziləri xristiyanlar bir yerdə, bəzi yahudilər də bir yerdə. Sağlam ol, sağ ol. İngiltərənin əslində bəlkə də bəlası müsəlman qruplaşmalarıdır. Baxın, inanmayanlar. Baxın, İngiltərə deyəm, bu da İngiltərə maşınıdır. Azərbaycanda olsaydım, Azərbaycan maşını olardı. O videoya gəldi uşaqlar. Uşaqlar, bir də gözləmə mədəniyyətinə baxın, sıra mədəniyyəti. İnsanlar gözləyirlər bir-bir, gedirlər, şəkil çəkdirirlər ki, arxada Big Ben düşsün və bu telefon düşsün. Londonun elə ki, məşhur telefonları. Heç bir şey demirəm, yəni qınamaq istəmirəm nəsə bir şey, amma sizcə bizim ölkəmizdə olsaydı necə olmuşdu? Arxada belə qarğa bazarı düşmüşdü, yoxsa yox? Belə hamı sıra gözləyirdimi? Dostlar, az öncə video çəkirdim və sizə salam göndərmək istəyirəm. Gördüm bir dənə oğlanla qız nişanlı İngiltərədə yaxınlaşdı və mənim tanıdığım dedilər. Yəni kim istəyir inansın, kim istəyir inanmasın.
Yəni bunu vallah deyirəm, ego tərəfdən demirəm. Vicdan olaraq çox xoşuma gəldi. Çünki fikirləşirdim ki, Litva, Latviya, Polşadan məni izləyirlər, amma İngiltərədə də Azərbaycanlılar dedi ki, sizin videolara baxırıq. Salamlaşdıq, görüşdük, kofeyə dəvət edilər, amma mənim başqa Azərbaycanlı dostum məni gözləyir deyə ora tələsirəm. Onunla videoları görəcəksiniz bu arada. Qardaş, hər yerdə bunlardandır. Hell is real, cəhənnəm deyir, gerçəkdir. Ora getmə. Deyir, nə bilim, repent, accept Jesus. İnan, nə bilim, İsa'nı qəbul elə. Tek baptizm. Baptizmi qəbul elə. İsa ilə get. Cənnətə get. İsa ilə görüşməyə hazır ol. Gedək, yaxına ürəyəm başlayar. Gedib bunun xorultusuna qulaq asmalıyam, mən. Qaqam ya xod verir ki, qaz verir ki, eşitsinlər ya da ki, maşının sönəcək, qaz verməsə. Bir də görüntüyə bax. Burada Londonun gözü. Arxa fona bax. Big Ben'lə İngiltərənin bayrağı. Qaqam getdi. Hamı da dayanıb ona baxırdı. Valla bu qədər cəmaət. Hələ buna bax hələ. Cibbildəyə bax. Oy, bu da Londonun gözü. Bir də şəkil çəkdirək də burada. Ay Allah, dəliyə bax. Necə gözəldir. Heç adamlardan qaçmır, ona bax. Uşaqlar da yemək verir, o da yeyir. Ayda, bizdə niyə qaçır? Yəqin ki, uşaqlar cəmaət təpikləyir, daşlayır da. Burada bax, Hyde Parkının yanındadır. Dəliyə bax, uşaqdan qorxmur heç, gözləyir. Uşaqlar, həyatımda ilk dəfə dəliyə toxunacam. He's cute, I really want to carry her. Yeah, that's so cute. Hop. Now it's sitting the nut. Which one you gave? Uşaq çox qəşəngdir. He's every time, because now Uşaqlar, baxın Nüsrətin yerini tapıq. Britaniyada, Londonda. Bu da Nüsrətin məkanı. Buradan sağa geçsən. Oh, sağlam ol, sağ ol. Şeydir. Şotlandiya, nə bilim, evidir, odur. Düz onun yanındaymış. Qəşəng yerdəsən. Canın yanmasına, Nüsrət. Burada olsaydın girib sənə salam verərdim. Əsnə, dostum Kavanla görüşdüm. Getdim otelə yerləşdim, çimdim. Çıxmışıq, indi gedirik ki, bir dənə pivə içməyə. Papa bizi sevdi. Abşım, gedək papa, bir dənə pivə içək. Biraz həsrət gidərək, daha illərdir, bəlkə 10 ildir görmürəm. Zarafatsız. Valla. Hətərdir buralar, yaxşıdır. Qəşəng. Qəşəng yola verdi. Belə də. Heç nə, gedək biraz yorulmuşam mən də, biraz oturub bir dənə həsrət gedərək. Qabağına xeyli. Çəkəcəm nəsə bir şeylər, ya bugün, ya sabahları. Baxım da ki, birazdan içib eləyəndən sonra çox şey çəkəcəyik. çox şey çəkəcəyik. Uşaqlar, belə bir dənə hostel idi. Köhnə kilsəyə oxşuyur. Maraqlı bir yer idi, ucuz idi. İnsanlar dostcanlı idi. Buradan bir də türk qızla tanış oldum. Gedib onunla şəhəri gəzib. Ondan da sonra evə gedəcəm. Budur. Astor Hostel. Tövsiyə edirəm. Hətta yəni bildiyin tərliyi verdilər, dəsmal verdilər. Hamısı məndə var idi, amma çox maraqlı idi. Tövsiyə edirəm. Yəni gəlsəniz İngiltərəyə burada qala bilərsiniz. Qiymət də münasibdir. İnternetdən baxa bilərsiniz. Belə. Gedirəm indi şəhər gəzməyə. Bu da mənim qaldığım məkanın yanında olan Winston kafedralı idi. Səhv eləmirəmsə adı. 700 ildən çox tarixə malikdir. Hələ də öz şıxlığını, gözəlliyini qoruyur. Bu da Yağmurdur. Türkiyədən tanış olduğum qız. Hansı ki bir yerdə gəzirik hal-hazırda. Belki daha mutlu gözüküyorsunuz. Olabilir. Gəl indi Londonla bağlı fikirlərimi sizə bölüşüm. Təmizlik cəhətindən deyə bilərlər ki, çirklidir falan. Arxa küçələr falan dünyanın hər yerində. Amsterdamda da, nə bilim, 29-cu ölkəmdə gəzirəm açıq. Yəni elə bir ölkə olmasın ki, orada çirkliliyi görməyim. Hətta Bakı normalda mərkəzi nə qədər təmiz olsa, qıraq yerləri çirklidir.
Yəni bu çirklilik mənə görə problem deyil. Çünki mən yerdə yatmıram da, yəni küçədə. Ona görə çirkliliklə bağlı şikayət edənləri başa düşə bilmirəm. Amma ümumiyyətlə İngiltərə ilə bağlı danışanda çox xoşum gəldi. Əsas da bunların ingiliscə danışmağıdır. Məsələn, başqa ölkələrə getdiyində, Almaniyada, Fransada, international environmentda falan hamı ingiliscə danışa bilər. Amma bunların yerli xalqı ingilis danışdığından sən bir neçə gün qalanda da inkişaf görürsən. Yəni gəlib İngiltərədə ingiliscə öyrənməmək mümkünsüz bir şeydir. Litvaya gedib İngilis dilini, Rus dilini və ya Litva dilini öyrənə bilərsən, amma həmişə yarımçıq qalırsan. Niyə? Litva dilində danışa bilməyəndə avtomatik ingilis dilinə keçirsən və ya Rus dilinə. Amma burada elə problem yoxdur. Çünki sən azca bildiyin dil ingilis dilidir və ancaq da o dildə danışırsan. Çox sevdim İngiltərəni. Yəni gəzdiyim ölkələr arasında ən maraqlısı oldu. Düşün nələr görmüsən ki, videolardan baxdıq, o qədər də həyəcanlı şey yaşamamısan. Yəni o qədər maraqlı hadisələri və yaxud da dostlarımla görüşmüşəm, onları mən buraya qeyd eləməmişəm. Çünki bəziləri istəyər, istəməz və yaxud da random görüşdüyüm insanlar oldu belə, şans əsəri. Çox maraqlı idi. Yəni İngiltərədə yaşamaq istəyərdim. Maaşım yaxşı olsa və ev almaq potensialı olsa 10 ildən də sonra qalardım. Amma Litvada bu yaxınlarda ev alacağam deyə, yəni bu dəqiqə Litva mənim üçün şeydir. Bir də daimi oturum falan Litvadan deyə mənə görə Litva hələ ki vazkeçilməzdir. Amma sıfırdan gəlsəydim %100 İngiltərəni seçərdim. Hal-hazırda dostlar bazar günüdür və küçələri görüşün necə balacadır. 1-2 dənə maşınlıq yerlər var. Görüşməsin bir tərəfli yollardır. Amma o qədər də maşın yoxdur. İnsanlar dayanmadan velosiped istifadə edirlər. Bütün iş yerlərinin qabağında, bütün şirkətlərin qabağında 400-ə, 500 dənə bəlkə velosiped olur da böyük molların. Demək insanlar işə çoxsu velosipedlə gəlir və probka da görmürəm. Günorta saat baxın hal-hazırda 12-1 arasıdır, abed vaxtıdır. Probka yoxdur. Dünənlər də gəzdim. Baxın avtobuslar da boşdur. İnsanlar velosipedlər və düşünün bu velosipedin günü 3 evrodur, pounddur. Yəni bir gün 3 pound, sənin heç 10 dəqiqəlik maaşı var, bir gün bunu sürə bilərsən. Demək, insanlar belə nəqliyyat vasitələrindən istifadə edir. Bu da layımdır. Sağlam ol, sağ ol, eşitdim. Sağlam ol dediğim, ona görə sağ ol dedim. Baxın, bir də insanlar bədəni ilə bağlı, komplekslər yoxdur, geyimi ilə bağlı 1 qram restriction yoxdur. Yəni bu insanlarda. Mənə İngiltərədə maraqlı olan hadisələrdən biri də ondan ibarət edir ki, insanlar zəngindirlər və yaradıcılığa daha çox önəm verirlər. Çünki insanların vaxtı var, qaçırlar, rəsm dərnəklərinə gedirlər, musiqi ilə məşğuldurlar. Kasıb ölkələrin insanları niyə görə bir-birini öldürür, bir-birinə qeyrət, namus davası edir? Çünki el nəsib şeyləri yoxdur. Amma burada hər kəsin pulu var deyə, heç kim məcbur evlənmir, heç kim başqalarını nəzərdə tutub geyinmir. Bax, açıq-saçıq geyinən də var, bağlı geyinən də var. Yəni hər kəs azaddır, özgürdür və heç kim heç kimə görə nəsə eləmir. Bəziləri öz dinini yaşayır. Və İngiltərəni məncə elə adamlar bəyənməz ki, o adamlar irqçidirlər, rasistdirlər. Amma bu millətdə mən çox bəyəndim, çünki mənə görə bir insanın dini, irqi, geyimi, cinsi, ümumiyyətlə heç bir siyasi baxışı mənə önəmli deyil. Əgər başqalarını harassment eləmirsə, başqalarına ziyanı yoxdursa, bu cürünə gözəl ölkədə baxın, insanlar gəzirlər. Zövq almaq olar. Buradan zövq almayan adam, qardaş, belədir, yəni bilmirəm, ya qarışıqlıq bəyənmir, ya da ki, ikinci tayfaya, irqçilərə aid ola bilər. Çox sağ ol, London. Axırıncı gündür səni görürəm. Səhər yeməyi sifariş eləmişəm. Və öncəsindən bir pivə verirlər. Fransız markasıdır, balacadır. Səhər yeməyində pivə qəşəng gedir. İndi yeməyimi gözləyirəm. Restoranın adı Richox. Maraqlı bir yerdir, qiymətləri də. Yəni buna görə 6 evro verdim, çox deyil. Amma səhər yeməyi 24 evrodur, gözləyirəm görüm nə gələcək. Dostlar, bu sandviçdir, içində toyuq əti var və fərqli salat növləri var. Və olmazsa olmaz İngiltərədə fried meal'lardır. Yəni bu millət bütün səhər də, günortada, axşamda yağda qızardılmış şeylər yeyirlər. Ona görə də
İnsanlar kökəlir, amma dayanmadan qaçırlar, bu balansı saxlayırlar. Gün ərzində minlərlə, milyonlarla qrup görürsünüz ki, qaçırlar. Bu da mənim olduğum bax hal-hazırda yemək yediyim yerdir. Dadına baxaq. Nuş olsun, çox sağ olun. Uşaqlar, buraya yazıblar ki, I don't wanna be here if you are not. Mən burada olmaq istəmirəm, əgər sən burada deyilsənsə. Dostlar, oturduğum restoran bu idi. Rich O-U-X. Necə pronans olduğunu bilmirəm. Və maraqlı hadisə danışacağım sizə dostlar. Əlimdən elə bir ki şey düşdü yerə, vilka düşdü yerə. Adam dedi ki, bu mənim işimdir, götürmə. Və mən də ondan qabuğa çıxdım və götürdüm bunu. Aha, çəkir məni. Götürdüm və əlim yerə toxunmuş kimi oldu və adam tez götürdü mənə şey gətirdi. Bir dənə dəmir qab gətirdi, içində su, yanında dəsmal, təsəvvür, yəni əlim yerə toxundu deyə bunu elədi. Təbii ki, qiymətlər biraz bahadır, amma fikirləşsəz ki, İngiltərədəsiz və saatını ən azı 12-14 pound alırsınız və səhər yeməyi beləncə tam mərkəzdə, lüks bir yerdə yeyirsinizsə, nəzərə alınmalısınız. Yəni, bunlar, bu mədəniyyət, bu diqqət, yəni çox belə professionaldır da. Baxırsan ki, içəridə məsələn çox sıxlıq yoxdur, amma 4 dənə ofisiant var, 2 dənə barmen var. Bunlar axşamı nəzərə alırlar. Azərbaycandakı və yaxud da başqa ölkələrdə kim bir dənə ofisiantı 50 dənə yerə qaçdırmırlar. Ona görə çox xoşum gəlir açığı bu Avropanın bu işçilərə olan hörməti. Göstərəcəm bəzi maraqlı hadisələri sizə danışacağam. Baxar, izləmədə qalın. İngilislərin düşmənçilik prinsipindən danışım sizə. Fransanla bilirsiniz ki, tarixin ən böyük döyüşləri bunlar arasında gedib. Yəni 10 illər, nə bilim, 100 illər artıq. Təsəvvürün 19-cu əsrə qədər bu adamlar müharibədə, döyüşlər içində olublar və tarixi qanlar, yəni belə də bunların tarixləri qanla yazılıb iki dövlət arasında. Amma restoranlara girirsən, fransız mahnıları, başqa xalqların mahnıları var. Yəni insanlar musiqi ilə düşmənçiliyi ayırt eləyə bilirlər. Bir-birinə əsrlərlə düşmən olan insanlar baxın hal-hazırda sülh içində, əvvəllər Avropa Birliyinin içində idilər hətta. İndi Avropadan çıxıb İngiltərə. Yəni bir-birinə dostluq içində yaşaya bilir, bir-birlərinin mahnısına, mədəniyyətinə hörmət eləyirlər. Bir şey xatırlatdı mənə, özünüz bildiniz də. Gəlin ekstremal hadisələrdən danışaq. Mən trend xatirinə, məsələn, gedib hadisələr yaratmıram və belə də, yəni istəsəm trendli, nə bilim 50 dənə hadisələr oldu, bir dənə qız velosiped sürən yerdə yıxıldı, gedib ona çəkə bilərdim, polislər yığılmışdı başına, normal insanlar belə çəkirdi və mən onu çəkib YouTube-a belə deyim, mən onu trend eləyə bilərdim. Fransada sərxoş qadın, Fransada qəza adı ilə. Yəni mən belə şeylər eləmirəm, çünki mən yəni trendi istəyərəm təbii ki, trendə düşün və yaxud da insanlar izləsinlər, amma sırf clickbait, nə bilim, mənasız bir dənə hadisəni mənasız başlıq altında insanlara satmıram da. Ona görə mən izləməm, tutaq ki, başqa bir insana görə az ola bilər. Amma 99% bilin ki, insanlar o trendə düşən videoları özləri yaradırlar. Yəni, açığı dünyanın hər yerində bütün gəzənlər maraqlı hadisələrlə qarşılaşmır. Hamının qarşılaşsa da, yəni tutaq ki, gedib Taylandda, məsələn, biri gedib İndoneziya, Taylanda, bir dənə əlində birini nəsə görüb, onu şişirdir, böyüdür, gedib araşdırır, görün, burada silahla bağlı nə çəkə bilərəm ki, insanlara belə də soxun bunu da, bildin, 100 minlərlə baxış gəlsin, abunə gəlsin. Mən standart nə görürəm, onu paylaşıram. Siz hal-hazırda mənim gözümdən İngiltərəni görürsünüz. İngiltərə, qardaş, bax budur. İnsanlar qaçır, insanlar idman eləyir, insanlar rahat yaşayır. Baxın, zibil görürsünüzmü? Yox. Ola bilər hardasa, dünyanın hər yerində var. Bax, məsələn, atıb kimsə buraya. Gözəldir, düzdür. Fransada, İtaliyada şey olan maşınlar, turistik maşınlar burada standart avtobuslardır. Ona görə bunlara İngiltərə Transportation deyirlər. Dünyanın harasına gedirsinizsə gedin, ingilis dili mütləqdir. Niyə görə? Çünki burada bəzi insanlar görürəm ki, məsələn, xaricdən gəliblər və yerli xalqın dilini bilmirlər. Məsələn, ingilis dilini bilmirlər. İstəyir Slovakiya, istəyir Litva, istəyir Rusiya. Hara gedirsən get, ümumiyyətlə ikinci bir dil bilməlisən. Avropada da
ikinci ortaq dil ya ispan dili ola bilər, ya da ingilis dili ola bilər. Əsasən ingilis dilidir. Çünki sənin polislə bağlı problemin olanda ispan dilli polis tapmaq çətindir. Rus dilli, türk dilli polis tapmaq çətindir, amma ingilis dilinin hamı normalda başa düşəcək. Ona görə də bir ölkəyə gələndə yaxşı işləmək istəyirsənsə, pul qazanmaq istəyirsənsə, mütləqdir ki, ingilis dilini bilməlisən. İngilis dilini bilmədən Avropa gəlmək ola bilərmi sualına da gələ bilmək olar. Amma yəni heç məsləhət görmürəm, çünki hələ də dili bilmədən baxın yol verir. Adi velosipedçilər belə sən yolu keçəndə peşəxodu yol verir. Amma ingilis dilini bilmədən sən müəyyən yerlərə gələ bilməyəcəksən, maksimum 1-2 ilə öz ölkəyə geri dönəcəksən. İngilis dilini bilmədən yaşayanlar varmı? Var. Amma necə yaşayırlar? Çətindir. Kimlərsə uğurlu ola bilər, gələcəkdə dil öyrənə bilib. Amma ingilis dilini bu videoya baxan hər kəsin baxmağı və öyrənməyi və Avropa gəlməmişdən qabaq ən azından bu dili bilməlidir. Rus dilinə köklənim, ingilis dilinə, qardaş ingilis dilinə. Rus dilindən Slovak ölkələrdə biraz yola verə bilərsən, amma Rus dili də getdikcə populyarlığını itirir. Ona görə ancaq və ancaq ingilis dili. Gələk hostel məsələsinə. Niyə görə hosteldə qalıram? Dostlar, hosteldə yaxşı dostlar tapmaq olur. Çünki otel rahatçılığı var, hə, öz otağın var falan filan. Amma hostellərdə 4 nəfər, 6 nəfər, 10 nəfər bir yerdə qalır. Amma hosteldən tapdığım insanlar, hosteldə tapıb evlənənlər, hosteldə tapıb dost olanlar. Mənim bir dənə Yunan dostum var, 4 ildir görüşürəm. Gəlir Litviya, gəzirik biz ondan, amma biz ondan hosteldə tanış olmuşuq. Sonra burada bir dənə qız vardı, ondan türk qızı idi. Hostel tanış olmuşuq. O Fransada yaşayır. Gedirik, gəzirik. Mən Fransa gedəndə onu görmüşəm. O Litvaya gələcək. Yəni hosteldən tapılan insanlar gəzəyənlər olur da, yaxşı mənada. Yəni hosteldəki insanlar səmimi olur. Sırf gəzməyə önəm verir. Otelə verdiyim 150-200 evroya mən Londonda tıxana basa yeyərəm. Yəni gəzərəm, istədiyim kluba, gedərəm, muzeylərə girə bilərəm. Amma hansı ki gecə gəlirik, bir dənə açarım var, orada dolabım var. Dolaba bağla paltarlarımı, sənədlərimi qoyuram. Sənədi yaxud özünlə götür. Qalan səni nə itirə bilərsən ki? Gəlib başını atıb yatırsan. Ulduzuna da fikir verin hostellərin, yəni atan şık olmasınlar və təmiz olsun. Başqa heç niyə ehtiyac yoxdur. Hostellər ən gözəlidir. Dostlar, görün yerdə nə tapmışam. Belə maraqlı bir şey tapdım. Yəqin kiminsə çantasından qopub. Bu uğur, nə bilim, şeydir, amma qırılmayıb. Bildiyiniz qopub. Və bunu çantama bağlayacağam və özümlə gəzdirəcəm. Maraqlı. Bu da mənə İngiltərədən fiziki olaraq, əşya olaraq qalan xatirə. İnşallah bütün videolarda yəqin ki bu sancağı, bu briloku məndən görəcəksiniz. Əgər məndən də itib başqası götürməsə. İngiltərədə beynimdən, yəni ağlımdan çıxmayan bir dənə mahnı var. Dayanmadan hara getdi oxuyuram bunu. Bir xatirə qaldı səndən, gözümdə yaş ürəkdə qəm, gecələr zülmətə döndü. Ray 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 ram tarararam. Nəsə bu mahnı dayanmadan beynimdədir və hara getdim oxuyuram. Təbii ki videomda görmürsünüz, ürəyimdə gedir o sözlər. Hə, video kəsmişdim və yeni davam eləmək istəyirəm. Bu mahnını oxuyanda bu mahnı mənə rəhmətli nənəmi yadıma salır. Yəni ki, həyatımda elə bir insandır ki, məni dünyada hamıdan çox istəyən insan. Ona görə ağlımda ancaq odur. Nə yalan deyim. Bileti də aldıq, gedirəm artıq kontrola, artıq Vilniusa uçmağın zamanıdır. Əgər sizə də maraqlıdırsa, necə İngiltərəyə viza almaq olar, takibdə qalın. Bu videonu burada bitirirəm. Takip edin, like edin, şərh yazın, ürək sözlərinizi yazın. Mən də həvəsləndim sizə ümumiyyətlə bu prosesləri çəkim. Növbəti videolarda görüşənədək.